Son dərəcə dəqiq aldığım məlumata görə Hacı Nuran Mehriban Əliyevanın, ümumiyyətcə Əliyev ailəsinin cadugarıdır. Son dərəcə dəqiq aldığım məlumatlara görə Hacı Nuran cadu təhsili alıbdır dünyanın bir çox yerlərində. Cadu etmə təhsili, dua yazmaq, cadu etmə təhsili alıbdır. Və Mehriban Əliyeva kimi, Hacı Nuran da qara magiya ustasıdır. Mehriban Əliyeva harasa gedəndə Hacı Nuran öz magiya duruşu ilə Mehriban Əliyevaya enerji verir. Hacı Nuran müxtəlif ölkələrdə yazdırdığı müxtəlif millətlərə aid caduları da yazır. Mehribanın, İlhamın alt paltarlarında dolu cadu var. Eyni zamanda qızların. Mehriban Əliyevanın məmədanında, bikinisində, İlhamın tursiyində, maykasında, boynunda, saçın arasında hər zaman cadu olur. Cadu əməl olur. Bu saat Mehriban Əliyeva öz dəstəsindən cadugar batalyonundan ən çox cadu eləmək istədiyi ən böyük adamlardan biri Trump'dır, ikinci Erdoğan'dır. Trump və Erdoğan. Cadu eləyib yanına, qoynuna nəsə soxmaq lazım deyil Putinə, Putinin yanına özü soxulub zaten. Hacı Nuran bu Mehriban Əliyevanın, Əliyev ailəsinin cadu işinə baxdığına görə büdcədən nə qədər istəsə pul götürə bilər. Yəni Heydər Əliyev fondundan, üzr istəyirəm, büdcədən yox, Heydər Əliyev fondundan nə qədər istəsə pul götürə bilər. Limitsizdir onun pul götürməsi. Gördünüz mü? 1 milyon yarım. O Qurtlar Vadisində o aktyora da Bentley bağışladı da, səhv eləmirəmsə. Yəni Hacı Nuran istədiyi qədər neft pullarından, neft fondundan, Heydər Əliyev fondundan pul götürüb istədiyini edə bilər. Hacı Nuran birbaşa İlham Əliyev ailəsinin cadu sorumlusudur. Cadu əməl sorumlusudur. Hacı Nuran hakimiyyət dəyişəndə Azərbaycanda fil yoxdur, amma ya Tovuz Gədəbəy eşşəyinin ya da Hacı Qabul tərəfdə olan dəvələrin daşcağı ilə qayrılacaq. Hacı Nuran erməni qıblasına qayrılacaq. Hacı Nuran. Hacı Nuran xoş günlərindir, yaşa. Əmi quqqı tıqqı eləyəcək, gəlir əmi, quqqı tıqqı eləyəcək. Değerli vətənlərim, bu neydi buna? Bu neyse belə, bu İstanbul. Burada neyse, bu bəzi, değerli vətənlərim, bu arada Halk TV'de göstərilib, bunu mən deyirəm bir də, burada 5000 civarında insan mən izləyir. Halk TV'de, Türkiye'nin Halk TV'de bunu göstəriblər. Polis başqa ölkənin güc strukturu Erdoğan üçün gəlib xalqı döyür. Çıxartmaq istəyirlər, kaskasını çıxartmıyor. Başqa millətdən imiş. Artıq bu təsbit edilibdir. Halk TV'de göstəriblər. Daha deyənmərəm Azərbaycandan gedəndir, Suriyadan, oradan, buradan deyənmərəm. Amma görünən odur ki, Erdoğan hansısa ölkələrin gücünü gətizdiribdir. Xalqı döydürmək üçün. Deməli, CHP üzvü Ankara meri Mansur Yavaş İstanbul Bələdiyyə sədrinin həbsi fonunda Türkiye'də növbədənkənar prezident seçkilərinin keçirilməsinə çağırıb. Son dakika. Əkrəm İmamoğlu rəsmən Cumhurbaşkanı adayı oldu. Yaşı burada sual ortaya çıxır. Orada CHP'nin oy seçimində Əkrəm İmamoğlu'ya üye sandıkları və dayanışma sandıkları toplamda 15 milyon kişi oy verdi. 15, dünya tarixində yoxdur belə bir şey. Bugün CHP, Əkrəm İmamoğlu, bugün Özgür Özen, CHP, Mansur Yavaş,
Elə bir addımlar atır ki, yoxdur dünya tarixində belə örnek. Yəni halal olsun, halal olsun. Değerli vətənimiz maraqlı dəhşətdir. Erkən seçimə gediləcək, bəli. Erkən seçimə gediləcək. Əkrəm namizədlik üçün 2 milyon səs yığıb. Yəni öz partiyaları 2 milyondur da. Ümumi yoxlama məqsədli seçki olaraq 15 milyondan çox səs toplayıbdır. Hələ nəzərə almaq lazımdır ki, Türkiyədə prezident seçkiləri deyil ha. Allah Allah Allah. Erdoğan'a 26 min, Erdoğan'a 26 min. Ne bileyim neydi o şeye de den 23-20 yok. Erdoğan'a 26 milyon. Səhv eləmirəmsə. 23 milyonda 24 milyonda Kılıçdaroğlu'na ses verilmişti da be. İndi Türkiye'de prezident seçkisi değil. 15 milyondan çok ses veriblər təkcə Əkrəm İmamoğlu'na. Maşallah maşallah. Sandıqlar çatdıramayıb ha. Yoksa daha da çok olardı bəlkə. Nələr. Ha, maşallah maşallah. Əzəcəklər əşi, əzəcəklər. Dünyanın bütün o polislərini də töysə, bunlara Türklər deyərlər. Hələ xaricdə yaşayan Türklərin çoxsu Erdoğan istəmir, onların səs vermə imkanı olmadı. Bağına söhbət milyonlardan gedir burada da. Ay. Sadece burada ne değil? Canlıdır mı? Yine canlı. Yine canlı, yine canlı. Bu cemaati istadırlar. Cemaatin başına nətər tökürlər suyu, siz Allah. Dayanmadan su tökürlər. Heç ona çətir götürərdi yazıqlar. Dayanmadan su tökürlər, bak, dayanmadan. Dayanmadan, bak, dayanmadan. Ha, ne oldu? Dayanmadan bak su tökürlər, dayanmadan. Oldu baba. Bir havalar tez isinsəydi. Bir hava da bak dayanmadan tökürlər. Bana bak dayanmadan. O uğraşdarsınız zaten. Diktatorları mələtmək lazımdır ya. Dombaldıq götünü şey eləmək lazımdır. Diktatora daldan koymaq lazımdır diktatorlara. Hamısını bunlar seçmək lazımdır. Bu ne falan diktatordur, bu ala-bula boz diktatordur, bu yaxşı diktatordur. İctimai televiziya, Azərbaycan televiziyalarda yaltaqlanırlar. Değerli vətənlərim, Türkiyədə hakimiyyət deyir ki, polis vətəndaşlara heç nə etmir. Amma Azərbaycan kanallarında isə deyirlər ki, polis vətəndaşlara divan tutur, biber gazı sıxır. Baxın, İlham Əliyev deyəsən Erdoğan'a qarşı çıxır, verir yer. Baxın, məlumatı deyəcəm. Türkiye'nin İstanbul, Ankara ve İzmir şehirlerinde İstanbul Büyükşehir Belediyesi sədri Ekrem İmamoğlu'nun saxlanılmasına itiraz olarak növbəti aksiyalar keçirilib. Aksiyalar zamanı etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb. Etirazçılar polisə əşyalar atıb, fişənglər partladıblar. Öz növbəsində polis su şırnaqları və göz yaşardıcı qaz tətbiq edib. Məlumat əsasən ümumilikdə ən azı 323 nəfər saxlanılıb. Erdoğan'a bağlı televiziyalar belə danışmır. İlham Əliyev nə əcəb belə danışır? İlham Əliyevin televiziyaları. Nə əcəb? Aparılan istintaq çərçivəsində artıq 21 şübhəli bilinən şəxsin həbsi barədə qərar verilib. Daha 9 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Qeyd edək ki, Ekrem İmamoğlu korrupsiya və terror təşkilatı ilə əlaqədə itham olunur. Son məlumata əsasən o məhkəmənin qərarı ilə həbs edilib. İmamoğlu bütün ithamları rədd edir, onları siyasi motivli adlandırır. Seçimin hakim olacağına
Ve buradan İstanbul'un iradesine bir saldırı, bir gasp yerine aklı selim çıkacağına inanıyoruz. Yargılamanın, hatta şunu teklif ediyoruz biz. Elbette yargılama olacak. Ekrem Başkan yargılamaların TRT'den canlı yayınlanmasını talep ediyor. Çünkü bir yalancı tanık ifadesiyle bu kadar yeri yerinden oynattılar. Bu gece Silivri'ye doğru gitmeliyiz. Ekrem Bey'i alıp hep birlikte sabaha karşı da olsa Saraçhane'ye gitmeyi ümit ediyoruz. Dolarlar, avrolar fışkırıyor. Yüzlerce milyar liralık korkunç bir vurgundan bahsediliyor. Ama CHP Genel Başkanı ve şürekası bunların hiçbirine cevap veremiyor. Milletin huzuruna çıkıp sahtekarlık yoktur, hırsızlık yoktur, yolsuzluk, usulsüzlük, rüşvet, irtikap, iltimas yoktur diyemiyorlar. Ne biz ne de arkadaşlarımız harama el uzatmadı diyemiyorlar. Kendi belediye başkanlarına, kendi belediye yöneticilerine beraber iş yaptıkları, yıllarca birlikte yol yürüdükleri arkadaşlarına kefil olamıyorlar. Bakın değerli vətəndaşlarım, nə təri Azərbaycan kanalları iki başda oynayır. Ya o tərəfin problemini işıqlandırır. Hansı ki Erdoğan'ın kanalları işıqlandırmır belə. Gah da Erdoğan'ın bir qism çıxışını ortaya koyur. Değerli soydaşlarım, bütün hallarda Allah başlasın. Bu arada Erdoğan xod gedirdi. Erdoğan biraz geri addım attı. Diyeceğim necə geri addım attı. Size bir adam gösterim. Bakın ha, bu adam Erdoğan'a şehir diyen bu adam ne vardı bilirsiniz mi? Gelin görelim. Sırf acından özüne qəsd elədi. Sırf acından özüne qəsd elədi. Sırf acından özüne qəsd elədi. Gözlə dərgün. Evet. Sırf acından özüne qəsd elədi. Bak bu oğlan, bu adam. Erdoğan'a bir göte girən də şehir deyir ha, bakın. Karanlıklardan doğan, aydınlığa çıkaran Recep Tayyip Erdoğan. Hürriyetle isladan, Türk dünyasına yağan, azadlık yağmurudur Recep Tayyip Erdoğan. Göte girən bu gədə var ha. Vay üniformanda geyinib. Acından, sırf acından intihar elədi. Bana bir el gösterin, Rus'un elinden vuran, cesaret numunesi Recep Tayyip Erdoğan. Senin ey Cumhurbaşkan, vuran eline kurban, söyleyir cümle turan Recep Tayyip Erdoğan. Neden içini göyneyir, yememişense soğan, yedirecek düşmene Recep Tayyip Erdoğan. Edip bir... Sen yedirtti, bak sana yedirtti. Sana yedirtti. Erdoğan seni bu boyda İlhamla birleşti. Birbirine kardeşim diye bir yer. Nefti de, gazı da İlhamla, Putin'le Erdoğan yedi. Sana da qozdaqlarını verdi. Bak indi ölüp sen o bir dünyadasan. Bugün haber aldım ki bu adam acından sırf çörek yemek tapmadığına göre intihar elədi. Bu şehri de demişti ki tulapayı yemek versinler de buna. Ay artık evvel bir tane İlhamla şəkil çəkdirəndə Mehribanla Heydər Əliyevdən bütün qapılar üzünə açıq idi. İstəyirsən Mehriban Əliyevanın öpüşü, o gün qazi var idi, öpüşdü ha Mehriban'a, öpüşdü. Evində də çörək kəsdi ha Mehriban Əliyeva, güya evzad verdi. Hər şeyin əlindən aldı. Çıxıb məliyir defirdi. Deyirək yenə Mehriban'la öpüşməmişdən qabaq, süfrədə oturmamışdan qabaq hər şeyin var idi. Pensiyama qədər kəsdilər, hər şeyi məndən aldılar. Ne danışıyorsunuz ya siz? Başınıza dönün. Ha. Birazdan. Təxminən bir